imamətin davam etməsinin səbəbkarı xanım Zeynəb Sınamullah Əleyhadır, bir səbəbkarı Rüqəyyə xanımdır. Şama ki, əsir gətirdilər İmam Hüseyin Əleyhisselamın əhli-yanısı. Yezid sarayında əmr verir ki, bunları xarabalığa aparırsın. Uçmuş yerlərə, xarabalığa. Və əmr verir ki, onları ki, gecə qoruyanlar, mühafizə edənlər yoxdur. O mühafizəciləri əcnəbidən qərar verirsin. Qoy bir-birlərinin dilin başa düşməsinlər. Əcnəbilərdir. Və əcnəbilərə də əmr edir ki, gecənin bir vaxtı xarabalığın divarlarını aşırdırsın. Məxsusən İmam Zeynalabdin Əleyhisselamın üstünə aşırdırsın. Ki, daşın altında qalsın, öhdəçilik məlundan götürülsün. İmamətin davam etməsinin səbəbkarı xanım Zeynəb Sınamullah Əleyhadır, bir səbəbkarı da Rüqəyyə xanımdır. Ki, imamətin davam etməsində böyük zəhməti var. Necə? Gecə ki, düşdü, əcnəbilər ki, gecə mühafizə edirdilər. Başladılar, istədilər ki, divarı aşırsınlar. Gördüm, xarabalığın içində bir uşağın ağlamaq səsi gəlir. Qeyd edirlər ki, Rüqəyyə xanım atasını yuxuda görür. Və ata çağıraraq ağlayır. O da bir nişanə idi ki, xanım o yuxunu görsün və fəryad qoparsın. Əcnəbilər də başa düşmür, axı nə danışır. Onlar qorxurlar, gecəni tərk edirlər, divar aşırtmırlar.